Heydər Əliyev Fondunun vitse-prezidenti, İdeya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Heydər Əliyev Beynəlxalq Aeroportunda dünya şöhrətli fotojurnalist Reza Deqatinin Yüksələn İşıq adlı sərgisində iştirak edib. Reza Deqati Leyla Əliyevaya sərgi ilə bağlı ətraflı məlumat verib. Qeyd edək ki, Yüksələn İşıq sərgisi Reza Deqatinin obyektivindən Azərbaycanın vətəndaşlarını, təbiətini, adət-ənənələrini və gündəlik həyatının incə ahəngini əks etdirir. Bu fotolar təkcə görüntü deyil, ölkənin ruhunu və işığını əks etdirən canlı hekayələrdir. Azərbaycan Hava Yolları üçün bu sərgi səyahətin əsl mahiyyətini kəşf etməyi, ünsiyyəti və mədəniyyətlər arasında körpülər qurmaq gücünü ifadə edir. Reza Deqatinin fotoları müxtəlif taleyləri və hekayələri bir-birinə yaxınlaşdırdığı kimi, aviasiyada məsafələri aradan qaldıraraq insanları və ölkələri birləşdirir. Bu sərgi səyahətin təkcə uçuşla deyil, həmçinin ilhamla başladığını xatırladır. Yüksələn İşıq sərgisi Azal, Boeing və Heydər Əliyev Beynəlxalq Aeroportunun birgə tərəfdaşlığı ilə reallaşdırılıb. Bu tərəfdaşlıq Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti ilə Boeing arasında uzun müddətli və strateji əməkdaşlığın bir hissəsidir. Həmçinin müasir aviasiya texnologiyalarının tətbiqi, uçuş təhlükəsizliyinin və sərnişin rahatlığının artırılması, eləcə də Azərbaycanın qlobal aviasiya məkanında mövqeyinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Sərgi insanları, məkanları və mədəniyyətləri birləşdirən görünməz bağlardan bəhs edir. Məhz bu baxış bucağı ilə Azal Azərbaycanı dünya ilə qovuşdurur, səyahətləri sadə marşrutlardan kənara çıxaraq yadda qalan mənalı hekayələrə çevirir.